etdim. Səni axtarıram verilişin aparıcısı Xoşgədəm xanıma çox böyük hörmətim var. Özüm də onun verilişində olmuşam. Lənkərana da bir yerdə özün verilişi ilə bağlı cinayət olayı ilə getmişdim. Qonaq idim. Bir 10 gün kimi verilişin qonağı olmuşam onun. Amma Xoşgədəm xanım, sizin yaxşılıqlarınız çoxdur. Mən sizə məsləhət verə bilmərəm. Sizin peşəkar savadınız çoxdur. Amma sizdən xahiş edirəm ki, verilişinizdəki ekspertlər gələn insanları aşağılamağa icazə verməyin. Orada Könül adında bir psixoloq var. Onun özünə psixoloq lazımdır. Bir xanım qızının axtarışı üçün çıxıb ora, qulağında 3 manatlıq sırğa, qaşlarını tatu. İndi mən gedirəm salona, kiminsə baxımsız bir xanım olanda gətirirlər, çəkiliş eləyirlər, qaşlarını tatu eləyirlər də. İnsandır, kömək eləyirlər. Könül orada nə ixtiyarla, ay Könül sən, qayıdıb bu xanıma deyirsən ki, deyir imkanım yox idi qıza baxmaq. Doğrudan da ev eşiyi göstərir, ağlayır. Deyir qulağında sırğa imkanı yoxdur, nə gəzir? Qaşın tatu. 30 manatdır da bir xanıma bunu çox mu görürsünüz? Sən onu o günə salan kişini mühakimə edəsi. Sən ona deyirsən ki, səni axtarıram kimi bir layihənin ekspertisən. Nə ixtiyarla sən orada oturub deyirsən ki, sənin 3 manat qadındır. 3 manatlıq sırğa taxıb deyə mən valla o verilişdə olsaydım o xanıma sənin taxdığın sırğadan bahalı sırğanı, qızıl sırğanı onun qulağına taxardım. Başa düşdün? Xanımları əzməyin. Mən çox kövrəldim orada. Qızı, 16 yaşında qızı imkansızlıqdan bilmirəm, çıxıb gedibdi. Bu da ağlayaraq gəlibdi əlac tapmağa bu verilişə də. Türkiyədə Müge Anlı var. Müge Anlı ilə siz özünüzü bir tutun. Müge Anlıda gələn adamın paltarını, koftasını müzakirə eləmirlər. Xoşgədəm xanım düzdür, çox yaxşılıqlar eləyib. Mən də onun verilişində bir dəfə marafonu, yaxşılıq marafonuna qoşulmuşam. Kömək eləmişəm. Amma sən, Könül, oturmuşsan, Zarun verilişindən qovuldun, gəldin, indi çıxdın bura. Amma xanımdır. Xanım xanımın düşmanı olmaz. Dəstək olmalısan. Niyə onun qoxum əqrabası baxıb desin ki, Xoşgədəmə çıxdı, onu köməyə çıxıb, qoxum əqrabada sözbat cəmaatı elə bilmirsin, desin ki, beyabır elədilər. Cəmaatı belə irgəndirmirin. Siz də eyni insan deyir, döymədiyi dəmir qapı, döymədiyi taxta qapını döyərəm dəmir qapı. Belə bir misal var. Heç vaxtı mənəm deyib, hərəkət eləməyin. Şair adam kimdir mənə istəyatır?